Aslan, sana bir teklifim var. Bunu görmüsünüz? Mənim indi qəzet oxumağa vaxtım yoxdur. Bax, sən hələ də bax bu günə kimi niyə özünə ev işi üçün bir köməkçi götürmürsən, hə? Atam isə babamın ofisinə getdi. Bunun haqqında heç kimə deməmisən? Yox, əşi, demək də lazım deyil. Siz də Aslanla qol-qola girib gedin istirahət. Sən istəyirsən qoca babanı biabır eləyəsən, hə? Gəl bir başa sal ki, əynini dəyişsin də bu halda adam qarşılamazlar axı. Düz deyir də balam, düz deyir. Qalx evə bir dənə qəşəng paltarların birini giyin. Gel içeri. Açsan, Yox, belki kofe içesin. istəmirəm. 3 fincan içmişəm, başım ağrıyır. Serin şire var. Hə, şirə içərəm. Direm. Niye böyle tez gittin? Hı? Yoksa masaya davet etmediler. Hatta Elnare'nin yemeklerini de dağıtmadın. Lalə, bəsdir də. Yaman yorulmuşum. Yorularsan da şirketin varisini karşılamak hiç asan iş değil. Demə, o varis də ələ baxır. Öyle niye? Mən hardan bilim, ələ olmasın olsun gözümün içinə. Elbette gözünün içine. Tam gözünün içine. O sensiz bacarmaz. London'dan getirdiği diplomla bir yerde. O senin elindedir. Enver, deyirəm deyəsən işlerin Eldar'a geçmesi bizim xeyrimizedir. Bəyəm Aslan harasa gedir, o işsiz qalmaz. Düzdür, o işsiz kalmaz. Ama sen Eldar'ı eline almalısın. Problem deyil, onsuz da mənsiz o bir addım da ata bilməz. Deməli, işimize başlamaq vaxtıdır. Hələ tezdir. Niye? Neyi gözləyirsən? Aslan elinin altında işlemeden yorulmadın? Hələ vaxt deyil. Enver, bu onu kurtarmaq lazımdı. Dedim axı, hələ vaxt deyil. Ben başa düşmürəm, sen niye gözləyirsən? Ben her şeyi düşünmüşəm, her şey hazırdı. Biraz gözləmək lazımdır. Mən bilirəm nə vaxt başlayacağım. Bu nə axmaq xasiyyət deyəsən də.
orada yeyə bilməzdin. Elə bil ki, orada yemək zad yox idi. Sən nədir, birinci gündür məni tanıyırsan? Bilmirsən, mən içəndən sonra yemək yeyə bilmirəm. Öyle bugün o kadar da çok içmedim. Hiç içmeyi de istemiyorum. Bu içki axırda öldürəcək səni. Sən Allah qurban olun, içmə də. Balaca uşaq deyilsən ki. Qəribə xasiyyətimiz var ya bizim də. Uşaq təyyardan düşən kimi hamımız cummuşuq onları. Böyle harasıdır, böyle başlanğıcdır. Bir yəqin bir iki həftəli çəkəcək. Kim ki Aslan'a salam melek eləyib, hamı gəlib Eldarı görməlidir. Əlbəttə gələcəklər. Aslanın qeydiyyatından keçməlidirlər ya yox. Bəs necə? Böyle harasıdır. Həngamə qabağınadır. İstəyirsən getmə ora. Nədən Aslan? Aslanın məndən başqa kimi var ki? Bir de ki bu hem de bizim kürekana lazımdı. Gelecek kürekana. Rüfət, Nacan, heç bilmirəm sənə necə deyim. ne olub ki? Mən şokdayam. Ne olub, bir hadise baş vereyim. Mənə elə gəlir ki, onlar fikirlərini dəyişiblər. Ne? Mənə elə gəlir ki, Eldar Fəxriyə evlənməkdən vaz keçib. Ondan evlənmək istəmir. Aslan Eldara inamını itirməlidir. Bu neyi değişir ki? Varis, şahzadə, ailənin, biznesin davamçısı, ailənin ümidi, daha nə deyim, imam, peyğəmbər, Aslan məyus olmalıdır. O dərəcədə məyus olmalıdır ki, öz doğma övladından üz döndərsin. Bax, o halda bayraq bizim əlimizə keçə bilər. Maraqlıdır. Görəsən sen bunu necə etməyə hazırlaşırsan? Necə? Bax, sual budur. Hələ dəqiq bilmirəm, amma əminəm ki, mən bunu edə biləcəm. Mənə vaxt lazımdır. Onda özün bax. Ama elə ki, sonradan dirseklerini gəmirməyəsən. Peşman olmayasan ki, fürsəti qaçırdın. Yadında saxla Ənvərcik. Bağışlamayacağım ha. Peşmançılığın əziyyətini də özün çəkəcəksən. Cevabını da özün verəcəksən. Nə etdiyimi yaxşı bilirəm. Hə. Hələ yox. Bəs nəyi gözləyirsiniz? Nə vaxt işimi qutardım, o vaxta gələcəm evə. Ailən darıxıb. Anam zəng eləmişdi. Bəs həyat yoldaşın axtarmır. Gedirsən? Hə. Hələ bildim qalacaqsan. Alınmır. Nəsə iradə özünü yaxşı hiss eləmir. Əlbəttə naxoşda sonda qayğı lazımdır.
Zəng vuraram. Əlbəttə. Qapını bağlamağı unutma. Hə? Mənəm. Ay Allah, daha bəsdir. Sən məni infarkt eləyəcəksən. Kim fikrin dəyişir? Onlar toya hazırlaşırlar. Bilmirəm. Bəlkə də səhvim var. Amma bugün Baharın dediyi sözlər mənim heç xoşuma gəlmədi. Bahar nə dedi ki? Biz elə-belə oradan-buradan söhbət eləyirdik. Birdən Yunus dedi ki, inşallah bir-iki günə Eldarla Fəxriyyənin toyunda doyunca oynayarıq. Bahar da o dəqiqə onun sözünü kəsdi. Dedi, nə olub, hara tələsirik? Qoy bir-iki il, hələ mühdə uyğunlaşsın Eldar, gəzsin, dolansın. Ondan sonra baxarıq da, qocalmayıblar ki, hələ cavandılar. Bunu Bahar dedi. Elə deməsə də sözündən elə çıxdı. Nə olsun? Buna görə səbləşmirsən? Yoxsa elə bilirdi ki, onlar təyyarədən düşən kimi elçilərini bura göndərəcəklər. Onlara da vaxt lazımdır, vaxt. Vaxt? Bəlkə burada başqa söhbət var. Nə söhbət? Nə bilim. Deyirəm, bəlkə Eldarın Londonda kimisə var. Əlbəttə, var. Nə danışırsan? Deyirsən, yəni başqa qadını da var. Hə, var. Nədir, kişi deyil. Sən Allah, bəsdir, gic-gic danışdın. Niyə gic-gic danışır? Cavan qaşın yoğlandı. Mən elə təəccüb eləmərəm ki, əgər İngiltərədə qızlar onun dərdindən ölürdülər. Yoxsa sənə elə belə kürəkən lazımdır. Hə? Axı o Aslanın oğludur, Aslanın. Düz deyirsən. Yazıq Bahar da Aslandan nələr çəkməyib ki. Hey, yazıq. Bəs nə fikirləşirdi? Kişi olmalıdır. Elə sən də mənə az xəyanət eləməmsən. Elə bilirsən ki, bilmirəm. Buradan sənə bir ziyan dəyib. Yaxşı, sakit ol. Mən Aslana inanıram. Özdə o bilir ki, bütün şəhər bu toyu gözləyir. O bizə belə bir xəyanət eləməz. Uşağı da düz deyir də. Böyle bir-iki ay keçsin bu firmanın işlərlə məşğul olsun, öyrənsin. Biz də o vaxta kimi hazırlıq işlərimizi görərik. Deyirsən, biz də indidən toya hazırlaşaq. Nə bilim. Eldar. Sən əvvəlki kimi yatmısan. O yatmaq vaxtdan asılıdır. Onsuz da bugün məşqim yoxdur. Sən futbolu çoxdan atmısan. Hansı məşqdən danışırsan? Nə olsun atmışam mən? Bəyəm futbol Ronaldo ya da Maradona'nı itirib. Onsuz da bilsən ki, bir işlə məşğul olursansa, gələk ya birinci olasan, ya da ki, bir dəfəli onu atasan. O da düzdür. Deyirəm, bəlkə elə mən də bir işlə məşğul olum. Ay Eldar, sən öz dostlarını tanımırsan. Onların yarısı iş başındadır. Başqalar da elə bilə. Həm də babanın yanında işləsən, sən heç vaxtın olmayacaq. Baxarıq, hələ ki mən işdən kənaram. Zaman göstərər. Bu kimdir? Kim? O, var da. Görüm yaman ətrafda dostlarım boldu. Bu əlim nədir? Əvvəllər məndə bundan da çox idi. Sonra da nəsə ayıldım, yarısını da rədd elədim. Özümsən də
nə baş ağrısıdır. Deyirəm, sən hələ də tupaktan həzz alırsan? Elə də keyfim olanda. Bu mahnını eşitirsən? Əla bir şeydir. Yaddaşı böyüdür. Bilmirəm. Bütün məlumat buradadır. Götür oxu, səninkidir. Görəməyim. Çox sağ ol. Yaxşı, yaxşı. Mən gedim bir babanın yanına dəyim. Mən də bir duş qəbul edib gəlirəm, yaxşı? Gəldim. Məncə əla alınıb. Bir dadına baxın. Ver görüm. Bəh. Əladır. Məncə Ənvərin də xoşuna gələr. Kimin xoşuna gəlməz ki? Əla bişirmisən. Ənvər, İradə müsibət salat hazırlayıb. Gəl dadına bax. Sağ ol anacan, tələsirəm. 5 dəqiqə heç nə həll eləmir. Eşidirsən? Gəl. Dedim, vaxtım yoxdur, tələsirəm. Nə hay-küy qoparmısan orada? Məni bağışlayın, bugün gec gələcəm. Nə olub? Nə oyunu çıxarsan? Hə? Bu qıza qarşı niyə belə münasibət göstərirsən? Axı günahı nədir? Neydənim axı? Neynədin? Tək qoydun onu. Hardaydın? Ha, artıq çatdırıb da. Yox, heç nə deməyib. Sadəcə səhərə can ağlayıb. İş çıxdı. Təcili olaraq getməli oldum. Yola sala bilmirdin, hə? Özgəsidir. Küçədə qoydum qaldı. Dişləmə! Ana onu rahat burax. O məni görmək istəmir. Allah, bunlar nə vaxt qutaracaq? Sənin göz yaşlarına vaxtım yoxdur. Sağ ol ana. Biləndə ki, mənim uşağım olmur. Məni görməyə gözü yoxdur. Canım mənim. Hər şey yaxşı olacaq. Həkim deyib ki, mütləq sizin uşağınız olacaq. İnşallah. Allaha pənah. Bilirsiniz, mən onu tanıya bilmirəm. O mənə qarşı çox dəyişib. Yox. Elə deyil. O səni çox istəyir. Özün bilirsən ki, mən onu nə müsibətlə böyütmüşəm. Tək. Atasız. O ata qayğısı görməyib. Bax, ona görə də istəyir ki, tez evladı olsun. Ata duyğularını, ata qayğısını evladına yaşasın. Başa düşürsən? Bəlkə mən çıxım gedim və o azad olsun. Elə daha yaxşı olur. Nə danışırsan? Heç bilirsən nə deyirsən? Yaddan çıxart bu söhbəti. Siz yeganə adamsınız ki, kimə görə mən burada qalmışam. Özünüz də bilirsiniz. Canım mənim. Hər şey yaxşı olacaq, görəcəksən. Baba, yatmırsan? Mən yatan oxşayıram. Sən mənim həyat tərzimi yadından çıxarmısan, ha? Sən məni kresloda yatan, yatağa çata bilməyən qoca hesab edirsən. Sağlam adam vaxt yataqda ola bilməz, mənim əzizləməm. Yaxşı, bəs kresloda yatan həmişə sənin oğlun deyil. Yoxsa onun da yatağa çatma imkanı yoxdur. O ayrı nəslin nümayəndəsidir. Onlarda nə enerji, nə də təpər var. Bax, mən bu iclasdan çıxıb, bu toplantıdan çıxıb o iclasa, o toplantıya qatılırdım. Amma rejimə hörmətlə yanaşırdım. İşdə, məişətdə olduğu kimi necə çalışırsan,
eləcə də yaşayırsan. Əgər həyatın ucundan bir bağ alacaq, yapışa bilsən işlərin taraz gedəcək. Baba, öz aramızdır. Gözəl gül bağım var. Yadımdadır, sən təqaüdə çıxanda hamı sarsılmışdı. Boş şeydir. Axmaq adamlar elə fikirləşə bilər ki, kabinetdən sonra həyat bitir. Əgər məndən soruşsalar ki, hansı gündən həyatın başlayır, bax deyərəm, o kresloda çəkiləndən sonra. Bir də biri sənə yadımdadır. Əzim nə? Sən birinci gülü bağda ikəndə. Sağ baba. Budur, dəlinin biri də gəldi. Saat 11-i keçib, gün çoxdan ötüb. Sən tədüşlərin bugünkü işi qutarıb sabahki planlaşdırır. Baba, təsadüfən elə bu planlaşdırmaya görə kommunist iqtisadiyyatı iflasa uğramadı. Oho, sən deyəsən kapitalist təhsil almışsan, ha? Gələ vur. Get sabah gələrsən. Bəs sənə orada öyrətməyiblər ki, hər bir reallıqdan ali, tarixi reallıqdır. Hansı ki, canımı qutara bilməzsən. Amma bir gerçəkliyi də var da, bataqlıdan kosmosa. Babacan, bax ellər mənə necə iPod bağışlayır. Ay mübarəkdir. Muğam yazdırmışam. Bir nə bunu taq. Allah Allah, nə bərk səsi gəlir. Adam kar ola bilər. Onun səsini azaltmaq olmaz. Əlbəttə olar. Gəl göstərdim də sən. Elə azaldırsan, eləsə artırırsan. Əcəb gözəl musiqidir. Bəh. Elə bil bülbül oxuyur. İstəsən sənə aləmi də köçürərəm. Öz atana köçürərsən. Danışığına bax, köçürüm. Yazdırım deyə bilmirsən? Bu nə ifadələrdir? Baba, sənin o möcüzə gülün necədir? Hə, mənim gülüm. Ellər, sən burada harda gül görürsən? Sən orada nə dişlər bir ağardırsan? Harda gül görürsən? Sən bilirsən bu gülün nə boyda sehirli qüvvəsi var? O gül 100 ildə bir dəfə çiçəklənir. Yaxşı, biz indi 100 il gözləyək. Gözləyərsən. Çatdırmaram. Eldar özü, elə sən özün, sizin balalarınız mütləq görəcək. Deməli, bütün tayfa oturub gülün çiçəklənməsini gözləməlidir. Mənim əziz balam, bu gül sehirli güldür. Sehri isə gözləmək lazımdır. Deməli, gözəl günlərimiz var. Yaxşı, mən gedim. Atam məni korporasiya işçiləri ilə tanış eləmək istəyir. İmkan verməzlər, rahatlanaq. Aslan Çəkəli vida. Haçan qayıdırsan? Bu artıq Aslan müəllimin buraxmasından asılıdır. Axşama qədər. Baba, sən mənə başa sal. Bu gülün unikallığı nədədir? Bu gül harda çiçəklənirsə, orada məhəbbət, xoşbaxtlıq, firavanlıq bərqərar olur. Salam, Emin. Yox, Skype-da deyiləm. Yaxşı, indi gəlirəm. Sağ ol, baba. Görəsən o gün nə vaxt gələcək, hə? Sabah, birisi gün, bəlkə bir ildən sonra, hə? Ölməzdən qabaq. Çox istərdim sənin çiçək açmağını görüm. Mən axı gözləyə bilmirəm, vaxtım yoxdur. Ondan sonra rahat o biri dünyaya yola düşərdim. Əşi, eybi yoxdur. Əsas odur ki, balalarım xoşbaxtdılar. Əlbəttə. Yaxşı. Yaxşı, başa düşdüm. Neynək? Hələ, burada nə olur? Heç, sadəcə Aslan müəllimlə Eldar gecikirlər. Yaxşı, biz elə belə durub qalmalıyıq. İstəmirsən dayanma. Qızlar, besti çənə vurdunuz. Neyi gözləyirsiniz? Qalan boşqabları düzün masaya. Vagif, bir daha stolu düzəlt də ortadakı stolu. Biraz sola elə. Hər şey hazırdır. Bəs sən nə bilmişdin? Vagif, gəl mənimlə. Gedək gülləri getirək. Tamila, gül qablarını hazırla. Qızlar, bütün şampanları stollara yığın. Sağ ol, nənə. Dayan. Hara? Mənim uşaqlar gözləyir. Qoy gözləsinlər. Səninlə söhbətim var. Nənə, amma bir bacı tez ol.
Sinif rəhbərin zəngiləmişdi. Məktəbdə problemlərim var. Yenə də başlayıb. O məni boğaza yıxıb. Bir şey olan kimi hayküy qaldırır. Boğaza yığıb nədir? Bu nə danışıqdır? Dərslər təzə başlayıb. Sənin coğrafiyadan artıq 3 dənə kim var? Bir də müəllim deyir... Müəllim deyir ki, bu danışırsan. Pa, o coğrafiyanı mən Çin dilini bildiyim kimi bilir. O boş-boş danışığından mənim ətim tökülür. Aha. Həddini aşma. Müəllim dedi ki, atanla danışacaq. Mən söz verdim ki, özüm hər şeyi deyəcəm. Hə, nə oldu? Aslan, sən söz ver ki, düzələcəksən, bir də belə eləməyəcəksən, yoxsa mən məcbur olacağım atanla anana hər şeyi deyim. Başa düşürsən? Qorxdum. Yaxşı, sənə narahat olma, düzələcək. Onlar o süt tüpürmək istəyirlər. Kim tüpürmək istəyir? Hələ ikisi də. Bu nə danışıqdır? Onlar səni o qədər çox istəyirlər ki. Sən ananla atanın yeganə oğlusan. Gör nə danışırsan? Tüpürmək istəyirdilər. Hə, tüpürmək. Sən Səminin qızın Ayla və sən kürəkanın Yunis hər şey tüpürüblər. Onlar heç kimi sevmirlər. Özlərindən başqa. Heç sevməyə də qadir deyirlər. Sən bunu mənsiz də bilirsən. Mən getdim, sağ ol. Islar. Burada yanımda benim oğlum Eldar dayanıb. Benim işimin davamçısı. Kimse onu tanıyır, kimse indi tanış olacak. İsterdim ki onunla yaxşı əməkdaş olasınız. Mənimlə işlədiyiniz kimi onunla da işləyəsiniz. Bu korporasiyanı mən onun için yaratmışam. Layiqli və sadiq partner olun. Buyurun. Eldar'ın sağlığına. Aslan. Sen bunu gizledirdin. Abi. Sənə təəssüf etsənə çatdı? Bəli aslan mənim, artıq aparmışam. Aparmısan? Niyə indi gecikmişsən? Elə dünən hazırlaşırdım aslan mənim. Meriyadan zəng gələn kimi gələk yola salaydı. Aslan mənim. Bir də belə şey təkrar olunmaz. Baş üstə. Aslan, əsəbləşmə. Burada ne baş verir böyle? Rıfat müəllim, tam vaxtında gəlmişsiniz. Bu ne yığıncağı? Buyurun, bugün taç koyma merasimi. Deməli, Eldar'ı təqdim edirsiniz. Hani fırşet, kanafe, yani bizim babamız öyle buna layık değil. Evet. Axır vaxtlar içən kimi başım ağrıyır. Anda içmə. İçməsəm kəsmir ağrı. Onda iç. İçəndə də ağrıyır. Neyniyim? Sonra deyərəm.
Aydındır. Konyak içirsən? Ha, gel. Deyəsən kömək elədi axı. Başımın ağrısı keçdi. İndi də görüm nə olub. Heç nə olmadı. Deyəsən bizi suda batırıb boğmaq istəyirlər. Kim? Neptun. Hansı ki tenderde bizə udurulmuşdu. Deyəsən onların havadarları çox güclüdür. Bunu əvvəldən mənə niyə demirdin? Mən onların barəsində hər şeyi bilirəm. O Fərrux Rəhimov yadındadır. Əlbəttə. Bəs onun oğlu Zaur. Ha, yadıma gəlir. Ha, bax bu Neptuna həmən Zaur krişalıq eləyir. Çox ciddi işlər görmək istəyir orada. Ha, yadımdadır. Onların firması o vaxt təzə başlayır. Müdürləri də yadımdadır. 10 il bundan qabaq mənim işçim olubdu. Bu tender olmaq üçün Zaur çox çalışırdı. Hətta Türkiyədən investor da gətirtmişdi. Yaxşı, onlara nə mani olurdu ki, bizlə danışsınlar. Hər halda nəsə fikirləşərdik. Desəyəni, onlara güzəştə gedərdik. Niyə də yox. Hər halda bir şey fikirləşərdik. Hardasa o güzəştə gedərdi, hardasa mənim. Ümumiyyətlə, Fərrux pis adam deyil, amma o uşaq nəsə insanlıq cızığından çıxır. Danışacaqsan onunla. Əvvəl xəbərdarlıq edəyərəm, başa düşər. Yaxşı. Düşməsə onda. Mən səniyim. Yox, ehtiyac yoxdur. Yaxşı olardı sən gedəsən bizə. Bugün yenə qonaqlar var. Bilirəm, Elnara artıq sizdədir. Lap yaxşı. Onda sən də get. Qadınlara nəzarət eləməkdən gözəl şey yoxdur. Əlbəttə. Zəhmət olmasa əvvələ denən gəlsin yanına. Baş üstə, cənab Quliyev. Eldar, gəldin? Hə, mama. Necə keçdi? Papa elə bir görüş təşkil eləmişdi ki. Aha. Elə bildim Londonda. Bəs niyə tez gəldin? Halım yox idi. Can. Yolda məni yaman yorub. Bugün neyniyəcəksən? Bilmirəm. Dünən Fəxriyə ilə danışdıq. Bəlkə bugün görüşdük. Fəxriyə yaxşı qızdır, hə? Fəxriyə? Əlbəttə ki. Çox yaxşı qızdır. Sakit, təmkinli. Özünü aparmağı bacarır. Heç valideynlərinə oxşamayıb. Hər bir ana belə bir gəlin arzulayar. Çalışaram arzun çin olsun. Sən sevinmirsən? Bu nə sözdür? Bizim ailəmizə Fəxriyədən başqa kim gələ bilər ki? Gözümün qabağında böyüyüb. Amma
Ne amma? Sən tələsmirsən. Nədir ki? Sən nəyisə məndən gizlədirsən. Nəyisə mənə demirsən. Yox. Heç nə də gizlətmirəm. Sən Fəxri haqqında nəsə bilirsən? Nə bilməliyim? Deyirəm təzə gəlmisən. Gəz. Özünə gəl. Özün də bilirsən ki, atan işləri təhvil verməmiş. Rahatlanmayacaq. O boyda şirkətdir. Bir tərəfdən işlər, o bir tərəfdən ailə, uşaqlar. Diyan. Bəlkə sən razı deyilsən. Yox, heç də yox. Deyirəm tələsməyin. Man, Cavansız. sən özün 19 yaşında ana olmusan. 39 yaşında artıq nənə idin. Ayla da elə sənə oxşayır. Bunda yaxşı nə var ki? Sənə görə deyirəm də. Deyirəm biraz görüşün, gəzin. Gör neçə illərdir görüşmürsünüz. Nə gəzmək, nə görüşmək. Uşaqlıqdan bir yerdəyik. Eldar. Fəxriyəni sevirsən? Əlbəttə sevirəm. Eliçka, gəl. Qapıda niyə durmusan? Necəsən xala? Yaxşıyam mənim balam. Sən necəsən? Mən də yaxşı. Lap yaxşı. Amma mən gedim biraz istirahat edeyim. Ged biraz yat. Birazdan qonaqlarımız olacaq. Mənə elə gəlir ki, bu heç vaxt sarmayacaq. Qonaqpərvər millətik. Deyirsən sən mane oldun. Yox. Qulaq as, o... Qadın gəlmişdi. Dedi sən göndərmisən. Kim? Lamiyə? Bilmirəm, adı Lamiyə idi. Qafarımın yanında işləyənə deyirəm. Odur. Sonra? Bir şey başa düşmədim. Onu eləyə bilmirəm. Bunu bacarmıram. Bütün günü qala bilmərəm. Həftədə 3 dəfə dincəlməliyəm. Deyəsən onun başı xarab olub. Bəs sən nə dedin? Nə deməliydim? Dedim fikirləşərəm. Zəng eləyərəm. Lap yaxşı. Hə, Bahar, səndən bir söz soruşmaq istəyirəm. Soruş. Alo. Can Aslan. Hə, eşidirəm. Eldar gəlib, hə. Evdədir. Aha. Baş üstə. O da gözüm üstə. Yaxşı. Oldu, sağ ol. Eliçka, süfrəni düzəltməyə kömək eləyərsən, qonaqlar gələcək. Çağırmısınız? Geç, otur. Konyak içirsən? Yox, çox sağ olun. Bugün işim çoxdur. Ənvər, sən bilirsən ki, mənim üçün nə qədər dəyərlisən. Heç bilmirəm sənsiz nə edərdim. Çətin olardı. Eldar artıq buradadır. Biraz alışsın, sonra bütün işlərimi ona təhvil verəcəm. O ki qaldı sənə, Ənvər. Eldardan sonra bu kampaniyada ikinci adam sensin. Bütün işlerde olduğu kimi. Bir de benim başka planlarım da var. Çox sağ olun.
Ya, Enver sen çok sağ ol. Çok isterdim ki Eldar'la yola gidəsiz. Mən də bunu istəyirəm. Bütün işlerde ona yardımcı ol. Otur. Deməzdim ki qocalmışam ama qocalıq herhalde məndən uzakta değil. Biraz yorulmuşum. Bir de ki benim ömrümü bilirsən, her şey öz izini koyup. Sözümü nəyə gətirəm? Mənə bir şey olsa, mən rahatım. Çünkü Eldar'ın yanında sen olacaksın. Rahat olmayın. Bir de ki bilirsən, o başka terbiye alıp, uzun müddet haricde yaşayıp. Ama bura Bakı'da. Bakı'nın da öz qaydaları var. Həmişə onun yanında ol. Yaxşı, yaxşı. Mən sənə arxayınım. Balaca qardaşım kimi ondan müğayət olacağım. Enver. Çok sağ ol. Laləm, mən deyəsən bilirəm nə etmək lazımdır. www.bugul.com Daşsan, qəmbərsən, nə Yaxşı, yaxşı, sən də. İmkan ver, heç olmasa öz evimdə hər sözümü nəzarətdə saxlamayım. Sus! Amma hər halda son qərarı mənimlə Eldar verəcək. Mənə müharibə elan edeyim. Müharibə? Heç bilirsən nə deyirsən? Hə? Bir də belə danışma. Mən bu sözləri eşitmək istəmirəm. Papa, səndən bir xahişim var. Artıq kriminal razborkaların vaxtı keçdi. Sen haklısın. Kimdir danışan? Qulaq asın, Xeyirxah.